sevgili məhbub məniyəm. Vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Ay aman. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Sən mənim köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanat verən, mənə qanat verən o diləksən. Adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Sulğalanıb sinəz, kədərə gəmə. Sulğalanıb sinəz, kədərə gəmə. Elimin omalın maralı Təbriz, elleri koynunda, matem belinde. Yaralı, yaralı, yaralı Tebriz'ime. Elleri koynunda, matem belinde. Yaralı, yaralı, yaralı Tebriz'ime. Dizgilin, kederin katar katardı. Görseni bu katar para yapardı. Demirem kederin
Qardaşı qardaşdan aralı Təbriz. Demirəm kədərin qəmin qurtardı. Qardaşı qardaşdan aralı Təbriz. Şuşa Fatihi, Təbriz Cüməzadə. Cüməzadə Təbriz İldirimoğlu 2000-ci il fevralın 2-də Oğuz rayon Xaçmaz kəndində dünyaya göz açıbdır. 2006-2017-ci illərdə Mingəçevir şəhər İlqar Zeynalov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Təbrizi məktəbdə müəllimləri də çox istəyir. Həm də müəllimələr həmişə iclasda olanda Təbriz haqqında xoş sözlər deyirdilər. Təbriz çox vətənpərvər oğul olub. 2 aprel 2018-ci ildə hərbi xidmətə çağırılmışdır. 2019-cu ildə isə hərbi xidmətini başa vurmuşdur. Təbriz hərbi xidmətini Bakıda təlim-tədris mərkəzində keçmişdir. Hərbi xidmətdə çox sevilən nümunəvi əskər olmuşdur. 2020-ci il sentyabrın 27-sində başlanan 2-ci Qarabağ müharibəsi ilə əlaqədar olaraq ölkəmizdə elan olunmuş qismən səfərbərliklə sentyabrın 29-da cəbhəyə getmişdir. Gəncədə en sayılı hərbi hissədə təlim keçdikdən sonra döyüş bölgəsinə getmişdir. Təbrizin 41 günlük döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd və Şuşadan keçmişdir. Bu rayonların alınmasında igidlik göstərmişdir. Şuşa şəhərinin alınmasında böyük şücaət göstərmiş və Şuşanı aldıktan sonra Təbriz başından aldığı snayper gülləsi ilə qəhrəmancasına şəhid olmuşdur. Təbriz Cüməzadə noyabrın 8-də Şuşada şəhid olmuşdur. Təbrizlə noyabrın 6-sında danışmışıq və son danışığımız olub. Və Təbriz son olaraq dediyi söz bu olub. Mən də sizi çox istəyirəm. Şəhid olacağını da bilirdi. Çünki mənə demişdi ki, ana, mənlə fəxr eləyərsiz, mən şəhid olacağım. Təbriz Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Həmçinin Cüməzadə Təbriz 44 günlük müharibənin Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuş 44-cü şəhididir. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin 15 və 18 dekabr 2020-ci il tarixli sərəncamları ilə Təbriz Cüməzadə vətən uğrunda, cəsur döyüşçü, Füzuli uğrunda, Cəbrayıl uğrunda, Xocavənd uğrunda, Şuşa uğrunda medalları ilə təltif olunmuşdur. Bütün Azərbaycan xalqı səninlə fəxr edir. Qəhrəman Təbriz. Adın vətən, özün vətən. Cəbrayılda, Füzulidə, Xocavənddə izin vətən. Sən Şuşanı azad edən Təbrizsən. Sən torpağa pak nəfəssən. Sən dağlardan uca səssən. İgid kimi, şəhid kimi bu vətən üçün müqəddəssən, əzizsən, Təbrizsən. Bu torpağın hər yerində, hər dağında, hər daşında, bu millətin yaddaşında əbədisən, ölməzsən, Təbrizsən.